amma birbaşa biz vaxt itirmədən dərsimizə. İlk öncə müəllim oxur, göstərir. Sonra tələbə oxuyur. Amma biz yenə də zamanı nəzərə alaraq elə ardıcıllığına, çünki artıq oxumuşam onun üçün. Ən rahat, daimə sevilən bir qəzəllə, dillər əzbər olan Əlağa Vahidin. Gərçi məhəbbət aləminin çox səfası var. Gərçi məhəbbət aləminin çox səfası var. Hər qarə zülfə meyl edənin min bəlası var. İndi təkrar eləməli. Gərçi məhəbbət aləminin Gərçi məhəbbət aləminin çox səfası var. Gərçi olar eləmə. Düz məhəbbət aləminin çox səfası var. Hər qarə zülfə meyl edənin min bəlası var. O da var, amma dərsdə min bəlası var. Hələ getmirik yuxarılara. Bildin? Min bəlası var. Min bəlası var. Var. Elə incə. Var. Bir dəndən artıq elədin, onu eləməyərsən. Var. Ayda, dayda, dayda. Yar, aman ey. Birinci ayağıydı bu. Güləz xanım, işinizi ayırmaq istəmədim, maşallah. Necə gözəl hazırlaşdırırsınız tələbələrinizi. Lap mən özüm də həvəsə gəldim. Bəlkə məndə bir örgədəsiz. Biz səsimə başlayaq. Səsinə bir baxın. Mənə maraqlı gəldi. Çox maraqlı, hə? Çox. Bunu elə keçək təsvir. Yar, Yar aydadı bit. Ən hasandır. Yar ayəman. yar, Yaman, aman aman, aman ayda. aman ayda. Baxdın maral kimi, dinmədin Maral kimi, baxdın maral kimi, dinmədin lal kimi, nə tez uçub getdin, körpə qartal kimi, ay gözəl. Nə tez uçub getdin, körpə qartal kimi, ay dizəl. Süzmə gəl gömlü. Şaşırdım maşallah. Yolçunun ne güzel sesi var. Yolçu seninle duyet okuyası olacağım. Buradan xəbər, Ekskluziv olaraq. Süzmə gəl qəmgin, oxu, bağışla mən. Siz oxuyun, mən də ardınca gəlim. Bir də götürün. Süzmə gəl qəmli, Baxışla məni. Küsmüsən ey yar, bağışla məni. Sevənlər arasında söz olar. Günahkar ya dil ya da göz olar. Sevir səni ürək, insafa gəl görək, ay gözəl. Ay maşallah. Sevir səni ürək, insafa gəl görək, ay gözəl. Ay maşallah, maşallah. İndi zili bir dənə yoxlayaq. Necə ilhama gətirdinizsə, Allah. Güləz xanım, bu günləri mən də qoşuldum sizə, maşallah olsun. Maşallah, səsini bax rənginə. Səsin Qəşəngdir. çox qəşəng rəng
parçaları var səsinin. Oxuya bilərsən. Tamaşaçılar bağışlasın, qeyri-peşəkaram yəni bu barədə. Nə olsun, indi hamı oxuyur. Ən əsasda sənətkarımız bağışlasın. Yox, canca, estağfurullah, estağfurullah. Səs bizim millətdə o gözəl xüsusiyyətdir ki, gözəl səslər çoxdur. Sən özün kəşf eləməmsən. Bəlkə də özün üçün zümzüm eləyirsən, amma mən elə gəlir ki, sən oxusan... Bu səs mənə atamdan keçib. Ay! Bax, bunu da bilmirdim, bildim. Atanız xanım. Atam xanəndə deyil, amma gözəl səsi var. Maşallah, görsən, deyir, nə oğullar var səsli, maşallah. Güləsam, ən uğurlu tələbəniz kimdir? Çoxdur, hasını deyim, Kamiləm, Sərxanım, Ayşənim, Nigarım, Sədəfim, çoxdur, Elnarəm, Sunayım var, Talih var, Ələsgəli Xalq Ulduzundan, Sima var, Nəsrova, elə Nəsrovaya da kömək eləmişəm, Qasımova, çoxdur, hasını, birini onu çəksəm, o birisilər çəkmək. Rahatçılıqla ad çəkə biləcək. Bəs deyin görüm, kim sizin... Leyli Məcnun, Leylidir bu dəqiq ilahəm. Yaxşı, deyin görə sizin əziyyətinizi kimlər yerə vurub? Vurub? Bəli. Hansı tələbəniz? Yox, o vurmur ki, onlar yerə. Bilsən necə, onların arzusu idi. 4 il oxuyurlar bizdə, mənim sinifimdə. Sonra gedir ali məktəbə qəbul olur. Orada ya mənim sinifimdə yer olmursa, mütləq gedir başqa bir sənətkarın sinifində təhsil alır. Vurmaq bilirsiniz nə deməkdir? Məsələn, efirlərdə sual verirlər ki, müəllimin kim olubdur? Sual veriləndə, deməyəndə bəli, insan düşünürsən ki, axı mənim... Kim olub deməyib? Yox, onu deyə bilmərəm axı. Hamısı deyirlər axı. Yox, deyirlər. Mənim tələbələrim də özüm kimi ustadlarını danmırlar heç vaxtı. Vallahi, yox, deyə bilmərəm. Səhv buraxanları olur danışıqda, olur. Bəlkə də bilirsiniz necə olur deməmək. Olurdu əvvələ, indi yoxdur dayı. Əvvəl olurdu ki, ikinci müəllimin ki, yanına gedirlər, icazə vermirdilər ki, təkcə mənim adımı çək. Belə bir şey olurdu, o da yığışdırılıbdı. Çünki o tələbə özü hünərvər olmalıdır, qorxmamalıdır sözünü deməkdən, ifasından qorxmamalıdır. Tələbə nədir? Tələb eləyəndə, yəni tələb edir ki, mən onu öyrədim. Və öyrəndiyində doğrusunu tələb eləyəndə hər şey həll olur. Efirdə də istəyirlər desinlər, istəyirlər deməsinlər. Çünki bir gün onların da qabağına çıxır. Onlar da müəllim işləyirlər. Gələcəkdə müəllim işləyəndə onlar deyir, ay Allah, ustadımız bizim üçün nə əziyyət çəkibmiş, ay Allah, bu nə çətin bir şeymiş. Bax, bunu yaşayırlar. Yox, demək lazımdır bəncə də. Mən ustadların hamısını alın çəkirəm. Öyrənmək gec deyil heç bir zaman. Məsələn? Mənim qanımda həqiqətən muğam qanı var. Yəni, çox sevirəm muğamı. Hə, muğamı çox sevirəm. Və təbii ki, istədiyim odur ki, ən azından vaxtım çatdığın qədərilə onun yaxşısını bilim. Ona görə də Gülyaz xanımı seçdim həqiqətən və çox gözəl pedaqoq olduğu üçün. Bəli, bunu maraqlanmışam və müəllim kimi çox gözəl müəllimədir, həqiqətən. Ona görə istəyərdim ki, hər zaman mənə sual verirlər ki, sənin müəllimən kim olub və yaxud da sənin əziyyətin, kiminsə üstündə əziyyəti var. Təbii ki, hər zaman istəyərəm deyəm ki, nə gözəl ki, Gülyaz xanımın adını çəkəm. Mənim ən məşhur tələbələrim deyim sənə, Elnarə Xəlilova. Muğamlar öyrənib, mükəmməl, gözəl, Mahur Hindini necə oxuyur, Şahnaz, Qatar, Bayat Şiraz, Şur, hamısını öyrənibdi. Aşıq Samirə, deməli, mahnılar içində muğamlar öyrənirdi, çox da gözəl öyrənirdi. Çünki o aşıq musiqisi mükəmməl, gözəl ifası, aşıq musiqi kafedrasının artıq rəhbəridir, bilirsiniz. Yəni, xanım Qafarova vardı, aktrisamız, Allah rəhmət eləsin. Muğamları gəlirdi, öyrənirdi, musiqili komediya teatrında işləyirdi. Baxmayaraq ki, məşhur idi, amma öyrənirdi. Və tanınmış çox sənətkarlarımız var ki, hamısı zəng eləyirlər ki, gəlsinlər, həqiqi qarşılıqla muğam keçsinlər, amma onlarda məşhur daxıların vaxtı yoxdur, açığı deyim də. Çünki səhnə budur, səhnədə tanındınsa dayanma yoxdur. Təşəkkürümü bildirirəm ki, bu günlərim, o gözəl vaxtınızı bizə sərf elədiniz. Bu gözəl dərsimi verdiniz bizə. Həm də ki, belə bir verilişdə iştirak elədik. Bəli, mən deyim ki, Yalçın müəllim çox gözəl bir təklif irəli sürəndə ki, sinif dərsliyimiz çəkmək istəyirik. Mən çox şad oldum, çox və həqiqətən də məmnunluqla gəldim. Yalçın, sənə təşəkkür edirəm. Verilişin çox gözəldir, çox baxımlıdır.
çox tamaşaçıları artıq bilirsən necə Yalçın əsl işi ilə, sənəti ilə məşğuldur. Reytinq xatirinə eləmir. İş görür, iş ərzində. Verişimin də ilk qonaqlarına elə Güləz xanım olmuşdu. Olmuşam, bəli, Fərqanə xanımın evində olduq. Gözəl bir veriliş oldu. Doğrudan ilk veriliş idi. Bəli, ilk O boyda veriliş idi. sənətçi, alim müəllim. Hamımızın ayağı düşərli oldu. Ay, amin, düşərli olsun. Olub da olacaqdı inşallah. Sən gözəl insansan, gözəl aparıcısan, gözəl dostsan və gözəl də verilişin var. Xalqımızın da sevimlisisən. Çox sağ olun, var olun. Allah sizi bizə çox görməsin. Var, sağ olun.